Görkəmli şair, tərcüməçi, publisist Məmməd Araz. Məmməd Araz taleyin ağır sınaqlarına mərdliklə dözərək, saysız hesabsız maneələri inadla dəf edərək, yarım əsrə yaxın Azərbaycan poeziyasının simasında nur saçan ən parlaq ulduzlardan birinə çevrilir. Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olur. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısıdır. Hər bir şairin, ümumiyyətlə yaradıcı insanın əbədi və əzəli bir ilham mənbəyidir. Məmməd Arazın başlıca ilham mənbəyi, tarixi minilliklərə söykənən və öz tarixi səhnəsində öz sözü mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır. O Azərbaycan ki, onun hər daşından alov dilli ox ola bilər. O Azərbaycan ki, məqamında kükrəyən, məqamında yatmış qoca vulkandır. Məmməd Araz 1933-cü ildə oktyabrın 4-də Şahbuzaq rayonunun Yurs kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndində bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. Və burada yazıçı İsmail Şıxlının ədəbiyyat dərnəyi məşğələlərində fəal iştirak etmişdir. İlk dəfə bəyənilən şeiri olan Yan İşıqlarım şeiri 1952-ci ildə çap olunmuşdur. 1954-cü ildə ali təhsilini bitirdikdən sonra öz doğma kəndinə qayıtmışdır və burada öz əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Yenidən Bakıya qayıdan Məmməd Araz Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsinin müvəkkili, daha sonra 1959-1961-ci illərdə isə Moskva Yazıçılar İttifaqı nəzdində ali ədəbiyyat kurslarının müdavimi olmuşdur. Ulduz qəzetinin məsul katibi, ədəbiyyat və incəsənət qəzetlərində, Azərbaycan Dövlət Nəşriyyatında isə baş redaktorun müavini işləmişdir. 1974-cü ildə Azərbaycan Təbiət jurnalına baş redaktor olubdur. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edibdir. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeninə, bir medalla Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin fəxri fərmanına tərtib edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafat laureatında, 1990-da onun adına Məmməd Araz mükafatı təsis olunmuşdur. Ölməz xalq şairi Məmməd Arazın yazdığı əsərlər ədəbiyyat tariximizə verdiyi töhfələr sırf millidir. Azərbaycançılıq ideologiyasına söykənən və ondan qidalanan bir poezadır. Bu qayaya söykənən ulu babalar kimi daşlaşan, heykəlləşən, vətənin daşına, çınqılına çevrilən Məmməd Araz da əsl Azərbaycanlı idi. Məmməd Araz dühası təkcə Azərbaycançılığı ilə məhdudlaşmır. Azərbaycan dünyasından dünyaya baxır, Azərbaycan poezasını, Azərbaycançılığı dünyaya calayır. Məmməd Arazın şeir çələnginin hər gülü Azərbaycan boyda bir dünyadır. Azərbaycan dünyam mənim deyən şair dünyaya məhz Azərbaycan dünyasından baxır. Onun poetik dünyasının sərhədləri də məhz şimali-cənubi bütöv Azərbaycan mənəvi aurası ilə çulğulaşır. Azərbaycan, qayalarda bitən bir çiçək. Azərbaycan, çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxır dünyaya. Azərbaycan, mayası nur, qayəsi nurdur. Hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur, dur. Füzulinin ürəyinə toxuna bilər. Oğulları kür gəzdirər biləklərində. Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəklərində qut ulduzu, dan ulduzu gözəlləridir. İllər olub kürrələrdə dəmir olmuşuq. Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz çölündə
Gəmi olmuşuq, biz Bakının ilk saadətkarçılarıyıq. Min illərlə zülmətlərə yollar açıqdır. Dalğalandı sabirlərin ümman dünyası. Azərbaycan qatarı da yollara çıxdı. Dağlanda qoca şərqin duman dünyası. Azərbaycan, mayası nur, qayəsi nurdur. Hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur. Dur. Ana yurdun ürəyinə toxuna bilər. Məmməd Arazın əsas qayəsini Azərbaycan idealına sədaqət təşkil edir. O, öz həyat və yaradıcılığı boyu hər zaman öz idealına sadiq qalmışdır. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər söyləyən şairin məhz deməli, vətənin sevgisi kör-körənə deyildi. O, öz həyat və yaradıcılığı boyu hər zaman öz naqisliklərini poetik dillə sərt şəkildə tənqid etməyə çalışmışdır. Məmməd Araz hər zaman xalqını sevən bir şəxsiyyət kimi xalqı da tənqid etməkdən çəkinməmişdir. Lakin bu tənqid heç vaxt demək xalqa yuxarıdan aşağı baxmaq kimi qiymətləndirilməməlidir. O, hər zaman bu naqislikləri deməli, izah etməyə, xalqı bunlardan çəkindirməyə çalışmışdır. Məmməd Araz milli vətənpərvərlik poeziyasının şah əsəridir. O, vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən şairdir. Məmməd Araz və Azərbaycan adlı məmləkətlə münasibəti doğma ata-oğul münasibətinə çevrilir. Vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim, deyən şair vətənin oğlu olmağı şəxsi və ictimai həyatın zirvəsi hesab edir. Şair hətta özünü də şeirlərin birində milli şeirimizin daş əskəri adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb məsələ çevrilmiş vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı misrası da daşla vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında daş ayaqlı, daş əlli bir insan qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur vətəndaşıdır. Görkəmli xalq şairi Məmməd Arazın mənalı, keşməkeşli və şərəfli, bütövlükdə vətənə və sənətə həsr olmuş əsl şair, vətəndaş ömrünü yaşamışdır. Sənətkarın tərcümə halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasına Məmməd Araz öz də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: əsl tərcümə hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilər. Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümə hal sənədlərində də dəqiq dərin mənalıdır. Məni şeirlərimdə gəz bir insan kimi, qəlbimdə nə varsa onu demişəm. Anadan bacıdan gizlətdiyimi kağızdan qələmdən gizlətməmişəm. Xalq şairi Məmməd Araz poeziyasında vətən, ata ocağı, el-oba, doğma yurd, küraraz demək. İxtisasa coğrafiya müəllimi olan Məmməd Araz bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun, poetik coğrafiyası yaranmasına nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan vətənimiz haqqında ən sammallı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmış. Ölkəmizdə Azərbaycan haqqında ən çox geniş yayılmış şeirlərdən biri Azərbaycan, Dünya Mənim şeiri Məmməd Araza məxsusdur. 20-ci əsrin 90-cı illərində özünü bərpa etmiş müstəqil Azərbaycan xalqı sanki körpü uşaqların Məmməd Araz şeiri ilə boyatmışdılar. Xalq şairi Azərbaycanı dikər edildiği zaman xilas etmək, yaşatmaq üçün Azərbaycan özünü həmişə haraya çağırmışdır. Xalq şairi Məmməd Araz ayağa dur Azərbaycan şeiri ölkəmizdə mübarizə marşı kimi səslənir. Buyurun. Nə yatmısan qoca vulkan səninləyəm, ayağa dur Azərbaycan səninləyəm. Səndən qeyri biz hər şeyi bölə bildik, səndən qeyri biz hamımız ölə bildik. Bu şəhriyar haraydır, bu bəxtiyar haraydır. Ayağa dur Azərbaycan səninləyəm. Bunu bizi zaman deyir,
Məzarından baş qaldıran baban nəyəm? Nə olmalar sənin nəyəm? Sənin nəyəm silah tutan, külün tutan, yava tutan, kösöy tutan nişanlılar sənin nəyəm? Sənin nəyəm qız atası? Hanı nərən, hanı səsin, hanı anın? Yoxsa sən də yatmışlara, batmışlara, qeyrətini satmışlara xurdalandın? Ayağa qalx. Sibinə bir yaxşı bax. Sərhəddinə bir yaxşı bax. Sərhəddinin kəməndinə bir yaxşı bax. Dur içindən qorxunu bol. Ölümünlə qalımını ayır deyə. Dur içində dovşanı bol. Dur özünü boz bir deyə. Varım yoxum səninləyəm, azım çoxum səninləyəm, şirin yuxum səninləyəm. Yıxın məni söz atından, atın məni tam halından. Əzin məni xıncım xıncım, kəsmir əgər söz doruncum. Didin məni didim didim, atın məni tank altına. Bundaqdakı bir körpəni xilas edin. Səninləyəm, özü qəmli, sözü qəmli, rəhbər adam. 1918-də vuruşurdu, danışmırdı, rəsbər atan. Ey yaradan səninləyəm, ya bir mərə yatırt bizi, ya bir mərə oyat bizi, ya yenidən yarat bizi. Səninləyəm, yatmışdır kan, səninləyəm. Ayağa dur, Azərbaycan, səninləyəm. Yarım əsrə yaxın Azərbaycan poeziyasının simasında nur saçan ən parlaq ulduz 2004-cü il dekabrın 1-də söndü. Məmməd Araz vəfatından sonra Fəxri Xiyabanda dəfn oldu. Məmməd Araz dünyası Azərbaycan dünyasıdır. Məmməd Arazı sevmək Azərbaycanı sevməkdir.